Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə süni yumurtaların hazırlanmasını paylaşacağım. İzləyicilərimiz daha öncədən də soruşmuşdu ki, süni yumurtanı necə hazırlamaq olar? Əslində müxtəlif variantlar var. Mən sadəgil formadan hazırladım və qəlib olaraq yumurtanın özünü istifadə elədim. İnşallah növbəti videolarımda başqa qəliblərdən və başqa materiallardan hazırlamağı göstərəcəm. İlk olaraq yumurtanın arxa hissəsində belə bir dəlik açırıq ki, həm yumurtanın içindən çıxardaq, eyni zamanda şpaklyovka xəmiri tökəcəm içinə. Onu da deyim ki, bu qaydada hazırlayıb bayram şamları da hazırlamaq olar. İnşallah çatdırsam bayram üçün hazırlayacağım. Olmasa bu videomda qeyd eləmək istəyirəm ki, eyni bu qaydada dəlik açdıqdan sonra iynə ilə uc hissədə çox kiçik dəlik açırıq. Çünki oradan iplik şamı keçirdəcəyik. Şam üçün. Xəmiri bu formada şpaklyovka xəmiridir. Bəzən izləyicilər soruşur, hər dəfə yorumlarda qeyd etməyə vaxt olmur. İnşaat materialı satılan yerdən desəz ki, üzlük, astar və yaxud ikisindən biri də olar. Üzlük də şpaklyovka ola bilər, astar da fərqi yoxdur, ya üzlük ya astar. Şpaklyovka xəmiri hazırlayırsınız. Bu formada yumurtalara doldurandan sonra hardasa 2-3 günə tam quruyur. Mən hər ehtimala qarşı 3 gün gözlədim. İlk başlarda biraz çətin soyuldu. Daha sonra adi soğutma yumurta kimi bu formada çıxdı və çox səliqəli alındı gördüyünüz kimi. Sadəcə hər dəfə dolduranda yumurtanı əlinizə çırpın ki, boşluqlar olmasın. Məndə bir yumurtada bu formada qırıqlar oldu. Yəqin ki, yaxşı çırpmamışam ona görə. Və üzərini istəsəz adi quaş və yaxud akrilik boyandan etmək olar. Mən belə sadə A4 çıxartmışam. Yəni qalın olmasın, parlaq olmasın. Sadə A4 və bunu adi PVA kley ilə yapışdıracağam. Yaxud da məktəbli mağazalarındakı sulu kağız kley ilə də yapışdıra bilərsiniz. Eyni zamanda bu şəkilləri çıxartmadan da rəngli salfetkalar var, üzərində çiçəkləri olan və yaxud da başqa dekorları olan kiçik kəsimlər. Yəni salfetkadan da istifadə edib hazırlamaq olar. İstəsəniz bu formada da saxlaya bilərsiniz. Mən kənar hissələrə biraz da boya vurdum ki, yumurtalar daha maraqlı görünsün. Və bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək kanalımıza abunə olmağı və videolarımıza rəy bildirməyi unutmayın.